Dərsimiz əməliyyat sistemləri dərsidir. Biz bölmə 4-də bəzi əməliyyat sistemlərinin adlarını keçmişdik. Bunlar MS-DOS, Windows, Unix, Linux, OS2, NetWare, QNX, Solaris, Android və iOS əməliyyat sistemləri idi. Artıq bu dəfə biz əməliyyat sistemləri haqqında ümumi anlayışlara baxacağıq. Görək əməliyyat sistemi nədir? Əməliyyat sistemi kompüterin resurslarını idarə edən tətbiqi proqramların işə salınması, onların xarici qurğular və digər qurğularla qarşılıqlı əlaqəsini əhatə edən proqramlar məcmusudur. Bu cür deyək, kompüterimizdə əməliyyat sistemi olmasa, kompüterimiz boş bir qurğudur. Ona görə də əməliyyat sistemi kompüteri idarə edən proqramdır. Biz demişdik ki, hətta telefonlarımızda, kompüterimizdə əməliyyat sistemi olmasa, kompüteri aparıb atardıq zibilə, yəni boş bir qurğudur. Kompüter resursu dedikdə isə, kompüter şəbəkələrində istifadə olunan bütün qurğular nəzərdə tutulur. Bunlar prosesor, əməliyyatdaş, xarici yaddaş, disk proqramları və s. Baxın indi isə əməliyyat sistemin nüvəsinə. Əməliyyat sistemin nüvəsi onun əsas hissəsi olub, kompüter işə salındıqdan sonra əməliyyat daşı yüklənir və əməliyyat sisteminin yaddaşı yerinə yetirilməsi, ondan aparatla qarşılıqlı əlaqəsini idarə edir. İndi baxaq mübadilə buferinə. Mübadilə buferi nədir? Bufer yaddaşdır. Bütün bizim Ctrl-C, Ctrl-V etdiyimiz elementlər hamısı düşür mübadilə buferinə. Mübadilə buferinin klaviatura düyməsi Win V düymələridir. Win plus V. Yəni Windows düyməsi toplansın V. Mən hal-hazırda Win V düymələrini klikləsəm, mübadilə buferinin belə bir pəncərəsi açılacaq. Clipboard adlanır ingilis dilində. Yəni bütün bizim kopyaladıqlarımız elementlər, kəsdiyimiz elementlər hamısı düşür mübadilə buferinə. Mübadilə buferi ingilisində adlanır clipboard. Clipboard. Gəldik indi isə virtual yaddaşa. Virtual yaddaş həqiqətdə olmayan yaddaşdır. Virtual yaddaş əmri yaddaşda və xarici qurğunun bir hissəsində ayrılan, müəyyən bir hissədə qalan yaddaşdır. Xarici yaddaşın bir hissəsi adlanır yüklənmə faili, bu proses isə adlanır sweeping. Yəni altında xərc etdiklərimi oxusanız kifayətdir. Gəldim indi isə əməliyyat sistemlərinin inkişaf istiqamətlərinə. Əməliyyat sistemlərinin 3 dənə inkişaf istiqaməti var. Bunlar birinci istiqamət, ikinci istiqamət və üçüncü istiqamətdir. Bunları da yazıram, oxu. Ki, məlumatımız olsun. Gəldim indi isə 5.2-yə. Bu hissə amma xeyli önəmli hissədir. Çünki burada bu cədvəl əzbərədir və hər bir haqqında danışacağım. Gəldik birinciyə. Sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə. Sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə əməliyyat sistemlərinin 2 dənə növü var. Bir istifadəçili və çox istifadəçili əməliyyat sistemləri. Bir istifadəçili əməliyyat sistemi deyiləndə, eyni anda sən müxtəlif terminallardan istifadə edə bilmirsən. Yəni, sən sadəcə əməliyyat sistemindən, belə deyək də, onlarla kompüter var, onların birindən işləyə bilərsən. Ona görə də bir istifadəçili əməliyyat sistemidir. Amma çox istifadəçili əməliyyat sistemində terminala yüzlərlə kompüter qoşulur və hər biri əməliyyat sistemindən istifadə edə bilirlər. Məsələn, Windows əməliyyat sistemi çox istifadəçili əməliyyat sistemidir. Amma MS-DOS əməliyyat sistemi isə bir istifadəçili əməliyyat sistemidir. Gəldi indi eyni vaxtda işləyən məsələlərin sayına görə. Bir məsəlli və çox məsəlli. Bəs bu nə deməkdir? MS-DOS əməliyyat sistemi bir məsəlli əməliyyat sistemidir. Yəni, kompüterdə sən eyni zamanda yalnız bir dənə proqramla işləyə bilərsən. Amma ki, mən kompüterdə eyni anda bir neçə proqramla işləyə bilirəm. Burada Microsoft Edge-yə daxil ola bilərəm, buradan Google Chrome-a daxil oluram, buradan Zoom-a daxil oluram. Baxın, mən eyni anda bir neçə proqramla işləyə bilirəm. Bu adlanır çox məsəlli. Amma bir məsələ əməliyyat sistemində isə kompüterdə eyni vaxtda yalnız bir proqram yerinə yetirilir. Yəni, sən kompüteri açmışsansa bir dənə proqramla işləyə bilərsən. Gəldik prosesorların sayına görə bir prosesorda çox prosesorlu. Prosesorun mərtəbələrinin sayına görə 8 mərtəbəli, 16, 32 və 64 mərtəbəli. Biz demişdik ki, mərtəbə deyərkən hər zaman bitlərin sayı nəzərdə tutulur.
Növbəti gəldik istifadəçi interfeysin tipinə görə əmrli və obyekt yönlü. Burada da yenə əmrli aiddir MS-DOS-a. Ümumiyyətlə, kasad olan hər şey MS-DOS-dur. Çünki MS-DOS əməliyyat sistemi ilk yaradılan fərdi kompüterlər üçün olan əməliyyat sistemi olduğuna görə bütün kasadlıqlar hamısı MS-DOS əməliyyat sistemindədir. MS-DOS əməliyyat sistemində belədir ki, bütün əmrlər klaviaturadan daxil olunurdu. Məsələn, əgər mən pəncərədən çıxmaq istəyirdimsə burada X düyməsi vasitəsilə, gərək mən bunu klaviaturadan edəyəm. Klaviaturadan əmrlər verəm, o zaman bu artıq X düyməsi vasitəsilə çıxsın. Və yaxud da ki, pəncərəni idarə etmək. Biz normalda pəncərəni çox rahat şəkildə idarə edirik. Amma ki, MS-DOS-da pəncərəni idarə etmək üçün gərək klaviaturadan istifadə olunardı. Ona görə də əmrlər vasitəsilə pəncərə idarə olunurdu. O da adlanır əmrli mətindir. Amma obyekt yönlü qrafik bizim gündəlik istifadə etdiyimiz əməliyyat sistemidir. Obyekt yönlüdə artıq necə olur? Buradan pəncərə var, siyahı var, düymələr var, işarələr var, hiperistinadlar var. Və biz istədiyimiz şəkildə buradan çıxa bilərik, girə bilərik, linkləri yerləşdirə bilərik və s. Deməli, bir sözlə MS-DOS aid oldu əmrli və mətinliyə. Gəldik informasiya emalı rejiminə görə. İnformasiya emalı rejiminə görə paket emalı vaxt bölgülü və real vaxt miqyaslı olmaqla 3 hissədən ibarətdir. Bu hissələrdə nədir? Yenidən əzbər. Və gəldik indi isə resurslarının istifadəsinin tipinə görə şəbəkə və lokal. Biz hansı əməliyyat sistemləri keçmişdik? Nova Netware, Windows NT, IBM LAN, Unix, Solaris şəbəkə əməliyyat sistemlərində. 5.2-də bitdi. Növbəti isə gəldi 5.3-ə. Burada isə biz əməliyyat sistemlərin ailəsi barəsində, bir sözlə əməliyyat sistemləri barəsində öyrənəcəyik. İlk gələk Unix əməliyyat sistemi. Unix əməliyyat sistemi çox istifadəçili, çox məsələli, 32 mərtəbəli bir əməliyyat sistemidir və versiyaları var. Bu versiyalar FreeBSD, NetBSD və OpenBSD-dir. Qalan digər alim adları nə zaman yaradılıb, bunlar bizə lazım deyil. Gəldi MS-DOS əməliyyat sistemi. MS-DOS əməliyyat sistemində əsas hissələr bunlardır. Fayl sistemi, xarici qurğuların drayverləri, əmrlər, prosessoru. Gəldi indi Macintosh əməliyyat sisteminə, yəni MacOS. MacOS əməliyyat sistemində biləcəyimiz bir şey demək olar ki, yoxdur. OS2. OS2 əməliyyat sistemi 32 mərtəbəli, qrafiki, çox məsələli əməliyyat sistemidir. Gəldi Linux əməliyyat sisteminə. Linux əməliyyat sistemində sərbəst paylanan açıq mənbəli, çox məsələli, çox istifadəçili əməliyyat sistemidir. Versiyaları Mint, Mandriva, Ubuntu, Pardus, Red Hat'dır. Windows əməliyyat sistemi. Windows əməliyyat sistemi ilk dəfə yaradılarkən 95 yaradılıb. Sonra artıq olubdur 98. Sonra yaratdılar ME, NT. Sonra yarandı Windows 2000 versiyası. Sonra yarandı XP. Sonra 2003 versiyası. Sonra da artıq oldu Windows Vista. Sonra yarandı Windows 7, Windows 8, 8.1, Windows'un əməliyyat sistemi. Bizə testlərdə suallarda düşür ki, Windows 96 əməliyyat sistemi, 97 əməliyyat sistemi. Xeyr, bunlar yoxdur. Windows 95-dən sonra gəlir 98. 98-dən sonra il olaraq gəlir 2000. Yəni bunları bilək. Bununla da əməliyyat sistemi ailələrindən bu qədər. Gəldim indi isə 5.4 əməliyyat sistemlərinin əsas funksiyaları. Əməliyyat sistemlərinin əsas funksiyaları baxın bunlardır. Əməliyyat sistemi nüvəsinin avtomatik işlənməsini təmin edir. Diskdə verilənlərin saxlanması və fayl sistemi onlara müraciət emal imkanlarını təmin edir. Proqram əməliyyat daşı işləyir və icrasını idarə edir. İndi isə baxırıq interfeys anlayışına. İnterfeys nədir? İnterfeys qarşılıqlı əlaqədir. Və interfeysin 4 dənə növü var. Bir dəfə qəbul sual düşüb ki, bəs interfeysin növləri hansılardır və neçə dənədir? Cavabımız olacaqdır 4 dənə. Bəs hansı interfeysin növləri var? İstifadəçi interfeysi, proqram interfeysi, intellektual interfeys və insan-maşın interfeysi. İndi isə gəlirəm əməliyyat sisteminin işlənməsi mərhələlərinə baxıram.
Əməliyyat sisteminin yüklənməsi mərhələsi 4 hissədən ibarətdir. Birincisi, konteyner apparat sitəsinin avtomatik testlənməsi. İkincisi, yükləyicinin axtarış və inisiallaşdırılması. Üçüncü, əməliyyat sisteminin nüvəsinin əməliyyatdaşa yüklənməsi. Dördüncüsü, istifadəçinin sistemdə qeydiyyatı üçün dəvətin verilməsi. Bu mərhələ bu cür ardıcıllıqdandır və bu mərhələni etməliyik, əzbər bilməliyik. Gəldim indi isə BIOS və post anlayışlarına. BIOS biz bilirdik ki, əməliyyat sistemini rama yükləyir, giriş-çıxış baza sistemidir. Amma post isə həmin prosesi həyata yetirən bir qurğudur. Yəni post BIOS-dan belə deyək, asılıdır və post prosesdir. Gəldik indi isə 5.5-ə. Fayllar və onların əsas xarakteristikaları. Fayl deyərkən nə nəzərdə tutulur? Fayl, xarici yaddaşda saxlanılan adlandırılmış yaddaş hissəsidir və yaddaşın müəyyən hissəsində ümumi ad altında saxlanılan verilənlərin yığımıdır. Faylların 3 dənə növü var. İcra olunan fayllar, sənəd faylları və konfiqurasiya faylları. Bu hissədə yazıram əzbər, çünki bunlarda düşür. İcra olunan fayllar sadəcə olaraq müəyyən bir əməliyyatı yerinə yetirirlər. Sənəd faylları nələrə aiddir? Mətnlər, şəkillər, videolar, cədvəllər və s. Konfiqurasiya faylları isə proqramların işi üçün zəruri parametrləri özündə saxlayır. Gəldim, MS-DOS və Windows əməliyyat sistemində istifadə oluna bilən simvolların adları, sayı, genişlənməsi, hər bir haqqında danışmaq. Bir hissədə yazıram MS-DOS, digər hissədə isə yazıram Windows. MS-DOS əməliyyat sistemində fayl və qovluğun adında maksimum 8, genişlənməsində isə maksimum 3 simvol olur. Maksimum 3. Windows əməliyyat sistemində isə fayl və qovluğun adında fayl və qovluq yazacağım ki, çox yer tutmasın. Fayl və qovluğun adında maksimum 255, 255. Genişlənməsində isə maksimum 4 və ya 5 simvol olur. Bu nə deməkdir? Belə bir ifadə yazıram. Yazıram. Tutaq ki, nə yazaq? Yazaq informatika nöqtə docx. Yadımızı saxlayaq ki, bu hissə bildirir faylın adını. Bu hissə isə genişlənmədir. Genişlənməyə həmçinin deyilir tip, həmçinin deyilir uzantı. Yəni, bu üçü də düşə bilər. Həm tipi yazar, həm uzantısı yazar, həm genişlənməsi yazar. Ümumən, genişlənmə tip uzantı faylın tipini müəyyənləşdirir, faylın növünü müəyyənləşdirir. Məsələn, burada docx yazmışam. Artıq siz docx-dan bilirsiniz ki, bu mətn faylıdır. Mən əgər bura jpg yazsaydım, siz biləcəksiniz ki, bu şəkil faylıdır. mp3 yazsaydım, siz biləcəksiniz ki, bu mp3-dən bu səs faylıdır. Bir sözlə, bu tiplər, genişlənmələr, uzantılar faylın növünü müəyyənləşdirir, faylın tipini müəyyənləşdirir ki, bu fayl nəyə aiddir? İndi isə demək istədiyim nədir?
MS-DOS əməliyyat sistemində fail və qovluğun adında maksimum 8 dənə simvol istifadə oluna bilər. Burada gəlirəm simvolları sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə simvol var. Deməli, bu MS-DOS-da istifadə oluna bilməz. Bu Windows əməliyyat sistemində ola bilər. MS-DOS əməliyyat sistemində maksimum 8 dənə simvol olur. Məsələn, belə bir ifadə yazıram. Yazıram kitab nöqtə tıxıtı. Bunu biz MS-DOS-da verə bilərik. Çünki fail və qovluğun adında maksimum 8 dənə simvol istifadə oluna bilər. Mən də 5 dənəsini yazmışam. Bir də genişlənməsində maksimum 3 dənə simvol oluna bilər. Bu MS-DOS-un qaydasıdır. Amma informatika.docx isə Windows əməliyyat sistemində verilə bilər. Çünki genişlənməsində də burada docx sözündə 4 dənə simvol var. Və bunu da bildirim ki, Windows əməliyyat sistemində genişləmədə maksimum 5 dənə simvol olur. Burada görürsünüz ki, informatika sözündə 11 dənə simvol olur, deməli. Windows əməliyyat sistemində ola bilər. Və eyni şəkildə docx-dakı yenidən ola bilər Windows əməliyyat sistemində. Belə. Bu istəyəni başa düşdüksə, keçək artıq ardına. Hə. Zip də olsaydı, məsələn, zip fayl da olsaydı belə olacaqdı, genişlənmə, uzantı tip kimi. Bəli, bəli. Lap zip yazaq bura, lap rar yazaq. Bunun hamısı genişlənmələrdir. Bəli, Deməli, zip faylindən biz biləcəyik ki, bu arxiv faylıdır. bəli, bəli. Belə indi isə baxaq fayl və qovluğun adında istifadə oluna bilməyən simvollara. Fayl və qovluğun adında istifadə oluna bilməyən simvollar. Mən o vaxt deyirlər John istifadə olunmur. Deyəsən elə. Mən bildiyim o idi bir dənə. John. Bəli, bəli, John istifadə olunmur. John'dur, yoldaşının adı nə oldu? Hələ ki, simvolları keçirik indi. Birazdan adları keçəcək. Baxın, fayl və qovluğun adına istifadə oluna bilməyən simvollar ulduz, sual, qoşa nöqtə. Bu cür şəkildə göstərmək istəyirəm. Baxın bunlar. Fayl və qovluğun adına istifadə oluna bilməyən simvollar. Sual, ulduz, qoşa nöqtə kiçikdir, böyükdür. Düz drop, sola drop, sağa drop və dırnaq işarəsi. Bu simvolların heç biri istifadə oluna bilməzlər. Bunu bu cür yazmaqda məqsəd olur ki, daha yaxşı yadda qalsın. Demək necə oldu? Oldu sual işarəsi, ulduz, qoşa nöqtə, kiçikdir, böyükdür və ayaqlarının da gələk çəkək. Düz droplar belə, sağa drop, sola drop və dırnaq işarəsi. Bunların heç biri fayl və qovluğun adına istifadə oluna bilməzlər. İndi gəlin özümüz yoxlayaq. Mən bir dənə qovluq yaradıram burada. Yazıram salam və drop işarəsini. Bizə belə bir bildiriş gəlir. A file name can't contain any of the following characters. Yəni bu simvollar istifadə oluna bilməzlər. Amma digər bütün simvollar istifadə oluna bilərlər. Ət işarəsi, nidə işarəsi, diyez işarəsi, bu simvollar istifadə oluna bilirlər. Bundan əlavə olaraq bəzi adlar var ki, onlar da istifadə oluna bilməzlər. Bu adlar hansılardır? Bu adlar pırını, lıpıtı 0-dan lıpıtı 9-a, com 0-dan com 9-a, aux, John, null. Bunlar qurğu adları olduğuna görə istifadə oluna bilmirlər. Qurğu adları olduqlarına görə istifadə oluna bilməzlər. Məsələn, pırını printerin adıdır. LPT 0-dan 9-a bilirik də LPT paralel portdur. Com portu ardıcıl portdur. Aux, John, null.
John von Neumann da Noodle'un yoldaşıdır və yoldaşının adını qoyubdur boş bir qrupu. Gəlin biz bunlara fayl və qovun adını özümüz yoxlayaq. Buraya yazsam args qəbul etmir. Amma mən argsun yanında başqa bir simvol yazsam onu qəbul edəcək. Yəni sırf adın özünü qəbul etmir. Amma yanında bir simvol yazanda, yanında bir başqa bir söz yazanda onları qəbul edir. Məsələn, mən təkcə John yazsam onu qəbul etməyəcək. Amma mən John'un yanında yazsam tutaq ki, Həcər, onu qəbul edəcək. Gördünüzmü? Yəni demək istədiyim nədir? Demək istədiyim budur ki, sırf adın özünü qəbul etmir. Sırf adın özünü qəbul etmirsə, bu artıq həmin adların istifadə oluna bilməməsi deməkdir. Bir işdən nöqtə 9-a. Eyni şəkildə com0-dan 9-a. Bunlar heç biri istifadə oluna bilmir. Amma LPT-nin özünü tək qəbul edir. Com-un özünü tək qəbul edir. Amma bu qayda belli bax, bu qaydadakıları artıq qəbul edə bilmir. Bax bu formada. Bəs bunlar əlavə olaraq nə zaman işlənə bilərlər? Genişlənmədə. Mən alfa.pr-ını yazsam, onu qəbul edəcək. Bir genişlənmədə istifadə oluna bilirlər bu adlar. Bir də ki, yanında hər hansı bir simvol yazında istifadə oluna bilirlər. Fayl və qovluğun adında başqa məsələn bütün simvollar istifadə oluna bilir. Bir bunlar istifadə oluna bilməz. Bir də ki, bu adlar istifadə oluna bilməz. Qalan hər şey istifadə oluna bilərlər. Qalan hər şey istifadə olunur. Gəlin indi isə baxaq bu genişlənmələrə. Bu genişlənmələrin hamısını bilmək lazımdır. Məsələn, com.exe icra olunan fayllardır. Bat əmrlər faylıdır. txt.docx mətin faylıdır. Wow səs faylıdır. BMP rəsm faylıdır. JPG statik tipli təsvirdir. GIF animasiyadır. Xılысы Excel'dir. DIB ACCDB verilənlər bazasıdır. PowerPoint'in genişlənməsi PPT, Bas Lan bunlar Basic'dir. necə yadda saxlayacağıq? Necə? Bunlar necə yadda qalacaq? Hamısı çox rahat deyil mi? Bax, Bas Basic dilidir. Yəni Basic. Pas qaldı. Gördün? Bax, backup biz utility keçmişdik. Faylın sürətidir. Sayısı, sistem. Bax, adlarından öyrənmək daha rahatdır. C dilində yazılıbdır. ACM Assembler dili. Bir dənə TMP-dir ki, burada çox düşür. MNS sistemi və ya proqram tərəfindən müvəqqəti yaradılan fayldır. Sonra DLL kitabxanadır. HLP help deməkdir. Görsən hamısı və tutmaq olur temasını. HTML internetdir. PSD-PUB elektron poçtur. AMR və MP3 MIT səs faylıdır. MP4A və MP3 WOP video fayllarıdır. Zip, RAR, AŞ, TAR, CAP, IRX arxiv fayllarıdır. Bir çoxunu yadda saxlamaq olur. Gəldi Öyrənməli. TXT. Notepaddə yaradılıbdır və yalnız ASCII kodlarını özündə saxlayır. Docx bunlar Word üçündür. XLS Excel üçündür. PowerPoint'dir. RTF da ki keçmişdir ki, WordPad-in və ya da ki Word-in keçmiş versiyalarının fayllarıdır. İndi baxaq. Səs kəsilir, tək məndədir, yoxsa ümumi hamıdadır? Necə? Ha, indi gəldi. Səs kəsilmişdi ona görə. Yox, danışmırdım. Hı?
Fail maskaları. Fail maskaları iki dənədir. Bir ulduzdur, bir də sualdır. Bu fail maskaları nə üçün istifadə olunur? Baxın, bu axtarış hissəsində istifadə olunur. Sizin hər hansı bir faylınızın adı yadından çıxıbsa, fail maskasında istifadə edə bilərsiniz. Gəlin indi bu fail maskalarına baxaq. Yadımızda saxlayaq ki, ulduz bir və ya bir neçə və boş simvol əvəz edir. Ulduz üçün hər zaman yaşıl işıqdır. Çünki ulduzda heç zaman səhv olmur. Heç zaman səhv olmur. Bir və yaxud da ki, bir neçə simvol əvəz edir, həmçinin boşluğu da əvəz edə bilir. Amma sual isə yalnız və yalnız bir simvol əvəz edir. Boşluğu əvəz edə bilmir. Boşluğu əvəz edə bilmir. Əvəz edə bilmir. Sual üçün qırmızı işıqdır. Nə deyir? Qırmızı işıq. Ona görə ki, testlərimizdə hər zaman sualda səhvli olur. Ulduzda heç bir səhvli olmur. Ona görə də qırmızı işıq yazıram ki, bilin ki, yəni səhvlər olanda hər zaman sualda olacaq. Gəlin buna aid fayl adı və genişlənməsi yazın. Məsələn, yazıram info.mp3 belə bir fayl adı və genişlənməsi yazdım. Mən bunu indi ulduz və sualdan fayl maskası şəklində kodlaşdıracağım. Necə olacaq? Məsələn, i-nin yerinə yazıram sual, n-nin yerinə yazıram ulduz, f-nun da yerinə yazıram ulduz. Nöqtə, mp3 ürəyim istədiyim kimi yaza bilərəm. 3 dənə sual da yazaram. Nə bilim, ulduz da yazaram. Bir dənə ulduz yazaram. 2 dənə ulduz yazaram. 3 dənə ulduz yazaram. İstənilən qədər ulduz yazaram. Yəni, bu formada mən bunu kodlaşdıra bilərəm. Eyni şəkildə info sözündə də 4 dənə mən sual yaza bilərəm. Baxın, hər bir simvolun yerinə bir dənə sual. 4 dənə sual yazdım. Və yaxud da ki, gələrəm yazıram 2 dənə sual, bir dənə ulduz. İstədiyim kimi nə edə bilərəm, yaza bilərəm. Və yaxud da ki, yazaram bir dənə ulduz, 2 dənə sual bu formada. Amma yadınızda saxlayın ki, sual bir dənə simvol əvəz edir. Yəni, mən gələrəm bir dənə simvol əvəz edirəm. Amma ulduz istənilən sayda simvol əvəz edə bilər, boş simvol da əvəz edə bilər. İndi gəlin, buna aid suallara, testlərə baxaq ki, daha yaxşı mənimsəyək. Məsələn, 45-ci sual. Baxın, belə bir bizə sual verilib. Deyir ki, faildar maskasına uyğun deyil. Yəni, bizdən səhv variantı istəyir. Biz dedik ki, hər zaman ulduz düzdür. Səhv olacaq. Gəlirəm A variantına baxıram. Burada C-dan sonra sual verib. Yəni, burada duracaq. Qeym sözündə A-sı burada durdu. Baxıram B variantına. B variantda sualın yerinə yazacağım A, burada yazacağım E, burada da yazacağım E. Növbəti C variantına baxıram. C variantında baxıram ki, sual qoyub qeymdən sonra. Nöqtəyə qədər sual qoyub. Amma burada qeymdən sonra S666 var. Amma mənə bir dənə sual qoyubdur. Əgər 4 dənə sual qoysaydı düz olardı. Amma bir dənə sual qoyubdur. Deməli, burada səhvlik var. Baxıram D variantına. Burada M əvəz edir, burada da E əvəz edir. Doğrudur. E variantına da baxıram ki, suala bir dənə E əvəz edir. Doğrudur.
Yəni demək istədiyim odur ki, burada bir dənə sual veribdir. Ona görə də səhv olacaq. 45-də C variantı yanlışdır. Həcər xan, belə çıxır ki, onda məsələn ulduz bir neçə simvol əvəz eləyə bilir, amma sual ancaq birini. Bəli, bəli. Sual yalnız birini əvəz edir. Ulduz isə bir və yaxud da ki, bir neçə simvol əvəz edə bilir. Aha. Həmçinin boşluğu da əvəz edir. Məsələn, bax 9-cu suala. Baxın, dedik ki, bizim baxacağımız hər zaman suallardır. Mən ulduzların heç birinə baxmıram, çünki ulduzda səhvlik olmur. Burada i hərfi durur. İ hərfi. Deməli, doğrudur. C stratura, doğrudur. B variantına baxıram ki, m-dan əvvəl hər hansı bir simvol yoxdur. Amma burada mənə sual veribdir. Sizcə bu doğrudur? Xeyr, yanlışdır. M-dan əvvəl Xeyr. simvol yoxdur, axı necə burada mənə sual verə bilər? Amma digərlərinə baxın, dedim boşluq əvəz edə bilər axı. M-dan əvvəl ulduz qoyub, m-dan əvvəl ulduz qoyub, olar. Hı. Amma sual olmaz. Yəni bunu biləsiniz. Aydındır. Fail maskaları aydındırsa, o zaman keçək artıq dərsin davamına. Gəldik failin atributlarına. Failin atributları hansılardır? Ümumiyyətlə atribut nədir? Failə müraciət üsulu da atribut. Hansı atributlar var? Read-only, aydın, sistem, bir də arşiv. 4 dənə atribut var. Read-only, aydın, sistem, arşiv. Və bunlar da adlanır rıxsa. Read-only, aydın, sistem, arşiv. Bunlar hamısı failin atributlarıdır. Siz mənim səsimi eşidirsiniz? Bəli, bəli, eşidilir. Bəli, bəli. Hı -hı. Bu belə. Gəldiyinizdə damına. MS-DOS və qovluq. Belə deyək, MS-DOS və Windows əməliyyat sistemində istifadə olunan anlayışlar var. MS-DOS-da kataloq deyilirdi qovluğa. Amma Windows-da da qovluq deyilir. Yəni kataloq sözünü harda görsəz, bilin ki, o günümüzün qovluğu deməkdir. Çünki MS-DOS-da kataloq anlayışı istifadə olunur. Amma Windows-da isə qovluq anlayışı istifadə olunur. Kataloq nədir? Kataloq faillərin birləşməsidir. Kataloq dedikdə diskdə müəyyən meyara görə birləşmiş faillərin qrupudur. Və bunu da bilmək lazımdır ki, bir kataloqun daxilində 2 dənə eyni fail adı yadda saxlamaq olmaz. Və həmçində 2 dənə eyni qovluq adı yadda saxlamaq olmaz. Burada da yazılıbdır, bir kataloqun tərkibində eyni 2 adlı fail və eyni adlı 2 kataloq yadda saxlamaq olmaz. Disklərin adları verilmişdir. AB diski, disketlər üçün istifadə olunan kompüterdəki diskdir. C diski, D diski, HD SSD-dir. Y diski, CD DVD disklərdir. F diski isə USB portlarının qoşulması üçündür. Və bunu da qeyd edeyim ki, əməliyyat sisteminin yazılı disk adlanır C diski. Əməliyyat sisteminin yazıldığı disk C diskidir, yəni sistem diskidir. İndi isə baxaq bu anlayışlara. Alt kataloq, baş kataloq, ağacvari, hiyerarxik struktur və s. Kataloqun daxilində başqa bir kataloq qeyd olunarsa, bu alt kataloq adlanır. Yəni alt qovluq adlanır. Hər bir diskdə baş kataloq olur, baş kataloq diskin adıdır. Hər bir diskin quruluşu hiyerarxik struktura malikdir. Və istifadəçi işləyən kataloq cari kataloq adlanır. Bundan əlavə olaraq baş kataloqlar hər zaman bir də burada əks slash yazılıb, burada əslində qoşa nöqtə olmalıdır. Qoşa nöqtə simvolu ilə ayrılır. İndi isə gələk
Failin tam adı, failin tam yoluna və failə gedən yolda simvolların bir-biriyle ayrılmasına. Failə gedən yolda baş kataloq və kataloqlar ardıcılığı bir-birlərindən əkəsli işarəsi ilə ayrılır. Bizim həyatdan danışdıqlarımız baxın buna aiddir. Kullanmaq istəyirik. Failin yolu. Bu zaman diskin adından ta ki failə qədər olan bütün yolları görəcək. Və hər zaman birinci baş kataloq D diski gəlir, C diski gəlir və ya digər disklər, AB disklər gəlir. Növbəti gəlir qovluqların adları. Daha sonra da gəlir failin adı. Birinci baş kataloq, sonra kataloqlar, daha sonra da. İndi mən sizə iyerarxik strukturu göstərəcəm burada ki, necə olur. Yəni bu özünə gəlsin. Donubdu niyəsə yenə. Mənim səsimi eşidirsiniz? Bəli, Həcər xanım, səsiniz gəlir. Demək bu hissədə qalmışdıq. Dedik ki, biz baxacağıq nəyə? Tam yoluna. D diski, informatika, sınaq, arxiv, cavablar.jpg. Demək, gəlin belə eləyək. Mən cavablar.jpg failini getmək üçün hansı yollardan keçməliyim? Bax, bu mənim cavablar.jpg failimdir. Hansı yollardan keçərəm? Birinci D diskinə daxil oluram. D diskindən informatika qovluğuna, informatikadan sınağa, sınaqdan arxivə, arxivdən də gələrəm cavablar.jpg-yə. Bu ağacvari strukturdur. Həmçinin də buna iyerarxiya deyilir, yaddaş iyerarxiyası. Yəni bu bizim failimizin biri deyil, tam yoldur. Və suallarımızın %60%-də bu tipli suallar var. Baxaq, bunlar nələrdir? Bizdən failin yerləşdiyi disk soruşa bilər. Failin yerləşdiyi disk hansı diskdir? D diski. Baxın burada. Failin yerləşdiyi alt kataloq. Biz dedik ki, cavablar.jpg burada bizim failimizdir. Failin yerləşdiyi alt kataloq hər zaman özündən əvvəlkidir. Yəni, failin yerləşdiyi qovluq, alt kataloq olacaqdır arxiv. Növbəti gəldi failin adı. Failin adı bildirir cavablar.jpg-ni və ya cavabları. Hər ikisi də failin adıdır. Failin genişlənməsi tipi uzantısı .jpg-dir. Yəni biz bildik ki, burada JPG failin tipi uzantısı və yaxud da ki, genişlənməsidir. Növbəti gəldi failin yolu. Failin yolu failə qədər olan yoldur. Baxın, bu hissəyə qədər. Failə qədər olan yol. Baxın, buradır. Hansılar olacaq failin yolu? Olacaqdır, deməli. D diski, informatika, sınaq, arxiv. Failin tam yolu, tam adı soruşanda baxın, failin tam yolu, tam adı. Hamısını götürəcəksiniz. Ta ki, failin adı da daxil olmaqla. D diski, informatika, sınaq, arxiv, cavablar.jpg. Failin yerləşdiyi kataloqun tam yolu. Failin yerləşdiyi kataloq nə idi? Arxiv. Arxivin tam yolu nədir? Arxiv də daxil olmaqladır. D diski, informatika, sınaq, arxiv. Failin yerləşdiyi kataloqun yolu isə failin yerləşdiyi kataloqa qədər olan yoldur. Failin yerləşdiyi kataloq arxiv idi, arxiva qədər olan yoldur. Yəni, D diski, informatika, sınaq. Buradan belə bir nəticə çıxır ki, hər zaman failin yolu ilə, baxın, failin yolu ilə, bu failin yolu ilə. Failin yerləşdiyi kataloqun tam yolu hər zaman bir-birinə bərabərdir. Nəticələrinə baxın. D diski, informatika, sınaq, D diski, informatika, sınaq var. Yəni bu. Hər ikisinin nəticələri hər zaman bir-birinə bərabər olur. Hansında? Failin yolu ilə failin yerləşdiyi kataloqun tam yolu hər zaman bir-birinə bərabərdir. Həcər xanım, bizdə sual bu formada düşür. Yəni belə bir şey verir, deyir ki, bunu bir suallarını verir. Bəli. Yəni bu şəkli də düşür də, düzdür? Iyerarxik formada düşür. Xeyr, şəkil düşmür.
Onu biz təyin eləməliyik ki, necə gedirdi o? Yox, indi gözüm bir dənə sualı açım. Göstərim ki, sual üstündə bilək. Bir dənə sual açım, baxaq. Məsələn, 23-cü suala baxın. Failin tam yolu verilib, deyir failin genişlənməsi necədir? Burada failin genişlənməsi nədir? JPEG. JPEG. JPG-dir mənim. 36. Failin yerləşdiyi kataloqun adı nədir? Mənim failim hansı kataloqda yerləşir? Doc. Dokda. Hə. M.txt harda yerləşir? Docda. Şəfənim. Birinci qovluq nəzərdə tutulur. Kataloq elə qovluq deməkdir. Yəni suallarımız o tipdədir. Bir də bunun bir balaca çətin versiyası var. Onu da dərsin axırında izah edəcəm. Demək, baxaq 26 tipli suala. Bizə verilir ki, belə bir fail adı var. Failin tam yolu var və həmin faili bu kataloqda yaradılmış ad kataloqa daşıdıqdan sonra. Yadımıza saxlayaq ki, faildan əvvəlki hər zaman yeni yaradılandır. Yəni, faildan əvvəlki olan bu kataloq yenidir. Yeni. Yəni, bu bütün suallarda belədir. Bizdən də yer dəyişməyə qədər failin saxlandığı kataloqun tam adını soruşur. Təsəvvür edək ki, əvvəl tıxıtı yox idi. Tıxıtın üstünə belə xətt çəkirəm. Tıxıtı yenidən yarandı. Bizdən də soruşur ki, yer dəyişməyə qədər failin saxlandığı kataloqun tam adı necə idi? JPG. Kataloqun tam adı. Bəli. C user program.jpg. Y variantı. C user program jpg. Bizdən kataloqun tam adını istəyir, ha. Yəni, tam yolunu istəyir. Tam adı tam yolu deməkdir. Ona görə də C user program jpg olacaqdır bizim cavabımız. Bu tip sualların hamısı belə həll olunur. Həcər xan, burada failin saxlandığı kataloqun adı olsaydı, onda JPG olacaqdı da sadə. Bəli, bəli. Tam dediyinə görə bütöv götürürük. Bəli, tam dediyinə görə bütöv götürürsünüz. İndi baxaq dərsimizin davamı. Klaster məsələləri. Bu bizim hard diskimizdir. Hard disk, yəni sərt disk. Normalda hard diskimizin biz görünüşünü bilərik də. Düzdür, ən azından bir dəfə də olsa görmüşük. Bu bizim nəyimizdir? Hard diskimiz bu şəkildə. Bu onun görünən hissəsidir. Bədən hissəsidir. Bir də var görünməyən hissəsi. Görünməyən hissəsi isə baxın belədir. Bu isə onun skeletidir, necə deyərlər. Fiziki strukturudur. Skeleti. Burada nələr var? Sektor anlayışı var, cığır anlayışı var, bir də klaster anlayışı var. Ən kiçiyi sektordur. Sarı rəngdə olandır. Birinci hər zaman gəlir sektor. Burada özüm yazıram ki, daha yaxşı oxuyanda başa düşək. Birinci gəlir sektor. Sektorun ölçüsü 512 bayta bərabərdir. 512 bayt. Növbətə gəlir klaster. Sektorlar birləşir, əmələ gətirir klasteri. Klaster. Növbətə isə gəlir cığır. Klasterlər də birləşir, əmələ gətirir cığırı. Birinci oldu sektor, sonra oldu klaster, daha sonra da cığır. Ardıcıllıq bu şəkildədir. Bəs yaxşı, bunlar nə üçün istifadə olunur? Failin kompüterdə yaddaşda tutduğu yerdir. Məsələn, əlimdə 12 kilobaytlıq bir fail var.
Mən bunun kompüterdə yaddaşda tutduğu yeri bilmək üçün hard diskimə müraciət edirəm və orada da mənə yaddaşda tutduğu yeri göstərir. Yəni 12 kilobaytlıq bir fayl kompüterin yaddaşında 12 kilobaytlıq yer tutmur. Klasterlərin sayına görə yaddaşda yer tutur. Onlar da adlanır klaster məsələləri. İndi gəlin klaster məsələlərinə artıq baxaq. Klaster məsələləri. Bu mənim və mənim əlimdə vardır, tutaq ki, 11 kilobaytlıq bir fayl. Və məsələlərə demək olar ki, %80% bir klasterin həcmini verir 4 kilobayt. Özü bunun məsələdə verir bir klasterin həcmini. 4 də verər, 6 da verər, 8 də verər. Ürəyi istədiyi bir klasterin həcmini verə bilər. Amma standart olaraq dediyim kimi 80% məsələlərdə 4 kilobayt verir. Tələb olunur ki, 11 kilobaytlıq bir fayl, bir klasterin həcmi 4 kilobayt olarsa, kompüterin yaddaşında nə qədər yer tutur? Gəlirəm, mən bura klasterlərimi çəkirəm. Klasterlər bu şəkildədir. Baxın, mənim 11 kilobaytımın 4'ü gəldi doldu birinci klasterə. Növbəti 4'ü doldu ikinci klasterə. Amma növbəti 3'ü isə doldu digər klasterə. Yəni bu qədəri doldu, amma nəticədə mənə 3 dənə klaster lazım oldu. Bunu bu cür bilək ki, 11 kilobaytlıq bir fayl üçün bizə 3 dənə klaster lazımdır. 3 dənə klasterin də həcmi qədər yaddaşlı yer tutacaq. Bir sözlə 11 kilobaytlıq bir fayl kompüterin yaddaşında 12 kilobaytlıq bir yer tutur. Bunu bu cür yadda saxlamaq olar həmçinin də. Həyatdan bir nümunə çəkəcəm. Tutaq ki, biz getmişik 100 manatlıq bir rezerv yer götürmüşük. 100 manata rezerv eləmişik bir yeri, bir otağı. Amma ki, biz oraya gedib 100 manatlıq yemək yemirik ki. Amma bizim yaddaşda tutduğumuz yer nədir? 100 manatlıqdır. Yəni bizim orada tutduğumuz yer 100 manatlıqdır. Yəni demək istədiyim odur ki, 11 kilobaytlıqda bir fayl kompüterin yaddaşına 4 dənə klasterlik yer tutur. 12 kilobaytlıq yer tutacaq. Yəni klasterlərin sayı qədər yaddaşlı yer tutur. Bizə 3 dənə klaster lazım oldu. 3 dənə klasterin həcmi 12 kilobaytdır. Bunu ən yaxşı yadda saxlamaq üsulu bilirsinizmi nədir? 11-dən sonra 4-ə bölünən ədəd qədər yaddaşda yer tutur. 11-dən sonra 4-ə bölünən ədəd də 12-dir. Deməli, 11 kilobaytlıq bir fayl kompüterin yaddaşında 12 kilobaytlıq bir yer tutacaq. Və ya belə bir şey yazıram. Deyirəm ki, bir klasterin həcmi 4 kilobaytdır. Mənim də əlimdə var 26 kilobaytlıq bir fayl. Kompüterin yaddaşında nə qədər yer tutacaq? 26-dan sonra 4-ə bölünən ədəd qədər yaddaşda yer tutacaq. 26-dan sonra 4-ə bölünən ədəd 28-dir. 26 kilobaytlıq bir fayl kompüterin yaddaşında 28 kilobaytlıq bir yer tutacaq. Həcər xanım, üzr istəyirəm. Yəni biz bunu belə klasterlərə bölməmiş, avtomatik bu formada cavabı yaza bilirik. Bəli. Bu ümumi formasıdır. İzah elədim ki, birində səbəb nədir? Bu isə belə qayda formasıdır ki, artıq bilin ki, rahat bir şəkildə necə tapmaq olar? 26-dan sonra 4-ə bölünəndə 28-dir. Deməli, 26 kilobaytlıq bir fayl kompüterin yaddaşında 28 kilobaytlıq bir yer tutur. Məsələn, burada 4 kilobayt yox, siz deyirsiniz 80%. Məsələn, 6 kilobayt. Aha. 6-dan sonra gələn 6-ya bölünən ədəd qədər yaddaşda yer tutacaq. Başa düşdüm. 26-dan sonra 6-ya bölünən ədəd hansıdır? 30. 26 kilobaytlıq bir fayl kompüterin yaddaşında 30 kilobaytlıq bir yer tutacaqdır. Əgər bir klasterin həcmi 6 kilobayt verilərsə. Bu daha rahat deyil məncə. Bəli. Bütün suallarda bu cür həll olunur. Əla. Bir bunu bilmək lazımdır ki, biz mətn faylı üçün ayrıca klaster tapırıq, şəkil faylı üçün ayrıca klaster tapırıq, video faylı üçün ayrıca klasterlər tapırıq. Gəlin indi ona aid bir suala baxaq. Burada 118-ci sual var. 118-ci sualı göstərim.
Bir klasterin həcmi verilmişdir 4 kilobayt. 5 kilobaytlıq qrafik fayl var, 2 kilobaytlıq mətn faylı var, 14 kilobaytlıq da səs faylı var. Deyir birlikdə neçə kilobayt yaddaşda yer tutur. Baxın, 5-dən sonra 8-ə bölünən ədəd hansıdır? Üzrü sayın. 5-dən sonra 4-ə bölünən ədəd hansıdır? Çünki bir klasterin həcmini 4 veribdir. 8. 5-dən sonra 4-ə bölünən ədəd bəli 8-dir. 2-dən sonra 4-ə bölünən ədəd hansıdır? 4. 14-dən sonra 4-ə bölünən ədəd hansıdır? 16. 16. Və gəlib bunları toplayacağım. 16, 8, 4. Bizə verəcəkdir 28. Şu. Əgər ayrı-ayrılıqdakı mətn faylları versə, hər birinin ayrı-ayrılıqda həcmini hesablayırsınız. Bu buranın ən çətin suallarındandır. Deməli, cəm verəndə bunların hamısını toplayırıq biz. Ayrı-ayrılıqda tapırıq. Ayrı-ayrılıqda. Hı hı. 5 üçün ayrıca tapırıq, 2 üçün ayrıca, 14 üçün də ayrıca. Növbəti isə gəlir. Növbəti gəlir nələr? Bunların altından gözlüyün xətt çəkim. Bu hissədə bəzi qaydalar var ki, artıq bunları bilməliyik. Diskin fiziki və məntiqi strukturu 2 hissədən ibarətdir. Fiziki məntiqi və fiziki və aşağı səviyyəli formatlaşdırma. Bir sektorun ölçüsü dedik nəyə bərabərdir? 512 bayta bərabərdir. Və burada belə bir qayda var. Bir klasterdə bir fayl prinsipi tamamilə doğrudur. Bir dənə klasterdə hər zaman bir dənə fayl yerləşə bilər. Biz bayaqları misal işlətdik, mətn faylı üçün ayrıca, video faylı üçün ayrıca tapırsan, şəkil faylı üçün ayrıca tapırsan. Və ta ki bu hissədən bu hissəyə qədər əzbər. Səhifə 64-dəki bu səhifənin yarısından sonra əzbərdir. Bunu bilək ki, fayl sistemləri var. Fayl sistemləri FAT16 fayl sistemi var, FAT32 fayl sistemi var. İndi ama bizim istifadə etdiyimiz fayl sistemi NTFS fayl sistemləridir. Yəni, bizim artıq kompüterimizdə olan fayl sistemi Allahın NTF-sı. NTF-sı fayl sistemi. Baxın, bu cür şəkildə yazılır. Və yazıram yenidən bunu. Gəlirəm burada. Qəşəngcənə bir. Böyük sözlərdən yazıram ki, əzbər. Əzbər. Bu ortada verilən klaster məsələləridir. Klaster məsələlərinə biz baxdıq. Məsələn, burada verilib NTFS-in fayl və qovluğunun həcmləri, neçəsi yerləşə bilər, FAT32-lərin neçəsi yerləşə bilər. Bunları artıq özünüz evdə oxuyarsınız. Bir də ki, ən əsas hissələrdən biri də NTFS fayl sisteminin FAT-la müqayisədə əsas üstünlüklərdir. Bunlar da bizə çox düşür, həddindən artıq çox düşür, qəbula da çox düşəndir. Əzbəri öyrənmək lazımdır. EFS fayl sistemində vardır ki, EFS fayl sistemində şifrələmə fayl sistemidir.